Baxırıq. Biri antonim söz deyil. Siz bilirsiniz ki, antonimlər eyni hissəsinə aid olur, yoxsa müxtəlif? Eyni hissəsinə aid olur, düzdürmü? Yaşla quru nədir yoldaşlar? Yaşla quru antonimdir. Səadətlə bədbəxtlik antonimdir. İri ilə xırda antonimdir. Cavanla qoca antonimdir, düzdürmü? Böyük nitq hissəsi kimi nədir? Sifət. Amma uşaq bilirsiniz ki, nitq hissəsi kimi nədir? İsim, düzdürmü? Heç bu fərqli nitq hissələri bir-biri ilə antonim olarmı? Xeyr. Deməli, bu səbəbdən də doğru cavab kimi götürəcəyik? D variantı. Başa düşürük? Deməli, bu testdən də bildik ki, antonimlər eyni nitq hissəsinə aid olmalıdır. Əgər fərqli nitq hissəsi olarsa, biz onu qətiyyən antonim kimi götürə bilmərik. Deməli, birinci test belə. İkinci testə baxırsınız. Amonimlər cərgəsini göstərin. Baxırıq indi burada. Siz bilirsiniz ki, ayaq çox mənalıdır. Siz bilirsiniz ki, dəmir amonim deyil. Beyin amonim deyil. Alma homoqrafdır, düzdürmü? Amma siz bilirsiniz ki, bal, biri var topladığımız bal isim, biri var yediyimiz bal isim, kütlə biri var termin kimi isim, əhali anlamında, millət anlamında kütlə yenə isimdir. 1 kilogram anlamında, yəni gündəlik məişətdə işlətdiyimiz kimi işlədə bilirsiniz, yenə isimdir. Xal olacaq, üzümüzdəki xal isim, topladığımız xal, bu da isim. Nəticədə amonim olacaq hansı variant? Y variant. İndi baxırıq. Üçüncü suala baxırıq. Üçüncü sualda bizdən soruşulur ki, tərəddüd etmək sözünün leksik mənası nədir? Deyirsən ki, mən imtahana getmək istədim, amma bu barədə tərəddüd etdim. Deməli, nə deməkdir? Sizcə tərəddüd etmək peşmançılıq deməkdir? Xeyr. Tərəddüd peşmançılıq deyil. Aşağılamaq nədir? Kimisə xor görmək, düzdürmü? Kimisə aşağılamaqda xor görmək. Yəni, üstdən aşağı baxmaq. O anlamda bu da deyil. Cəsarətlənmək bu da deyil. Siz bilirsiniz ki, tərəddüd etmək nə deməkdir? Qərarsızlıq və qərara gələ bilməməyə biz deyəcəyik tərəddüd etmək. Bildiniz bunu? Variant götürdük. B variantı. Gəldik indi dördüncü testə baxırıq. Dördüncü testdə görün bizdən nə soruşur? Deyir ki, həm sinonimi, həm də antonim olan sözü seçin. Düzdürmü yoldaşlar? Siz bilirsiniz ki, gözəl sözün sinonimi nədir? Gözəl, qəşəng, göyçək. Düzdürmü? Sizcə gözəl sözün antonimi nədir? Çirkin. Deməli, nəticədə variantımız olacaq B variantı. Ürəyin sinonimi nədir? Ürək, könül, qəlb. Antonimi varmı? Xeyr. Ömrün, deməli yoldaşlar, antonimi varmı? Xeyr. Baş sözü demişdik ki, nədir ümumiyyətlə? Çox mənalıdır. Dünya, bunun amonimi varmı? Amonimi yoxdur. Daha doğrusu amonim istəmir bizdən. Antonimi yoxdur, amma sinonimi nədir? Dünya, cahan, aləm. Bildik yoldaşlar. Götürdük variant olaraq B variantı. Gəldi indi 5-ci suala baxın. Sizə deyir ki, hansı birləşməni həqiqi mənada işlətmək olmaz? Siz bilirsiniz ki, bəzi frazoloji birləşmələr var ki, biz onu həm məcazi mənada düşünə bilərik, düzdürmü? Həm də həqiqi mənada düşünə bilərik. Ayağından çəkmək nə deməkdir? Kimisi işinə mane olmaq. Deyir ki, filankəsin uğrunu gördükdə o dostunun ayağından çəkdi. Yəni, onun işinə maneə olmaq deməkdir. Bir də bir uşaq digər uşağın ayağından çəkə bilər. Həqiqi mənada ola bilər, düzdürmü? Deməli, bu olar. Bizə nə istəyir? Olmazı. Əldən düşmək nə deməkdir? Yorulmaq, düzdür. Bir də var deyirsən ki, qələm əlimdən düşdü, düzdürmü? Bu da ola bilər. Burnunun ucu göynəmək. Soyuqdan burnun ucu göynəmək həqiqi mənadadır. Amma qardaşından ötürü burnunun ucu göynəyirdi. Bu darıxmaq anlamındadır. Bu da olar. Yolunu azmaq. Yolunu azmaq sizcə frazoloji birləşmə kimi olarmı yoldaşlar? Bəli. Əqidəsindən dönmək. Məzhəbindən dönmək nə adlanır?
yolunu azmaq. Bir də var ki, həqiqətən meşəyə gedir və meşədə yolunu azır da. Düzdürmü yoldaşlar? Yolunu azmaq ola bilər. Amma gözünün odunu almaq yalnız frazeoloji birləşmədir. Gözdən od almaq olar həqiqi mənada. Gözdən od almaq olmadığına görə gözünün odunu almağa biz nə deyəcəyik? Frazeoloji birləşmə. Deməli, variantımız oldu. D variantı. İndi gəldik 6-cıya baxırsınız. Deməli, 6-cı testi biraz diqqətli olun yoldaşlar. İncə bir məqam idi. Bəli, bu test sizin üçün çətin testdir, amma sinif dərsliklərində bu sözlərin mənasını bilirsiniz əslində. Bizdən soruşur ki, biri hər hansı mətndəki leksik və qrammatik qüsurların aşkar edilib düzəldilməsi mənasındadır. Düzdür, bəziləriniz redaktə yazmısınız, bəziləriniz korrektə yazmısınız. Düzdürmü? İndi bu variantları saxlayırıq. Meyar nə deməkdir? Tutaq ki, siz inşa yazırsınız məktəbdə. Sizin üçün inşaya meyarlar göstərilir. Tutaq ki, plan yazırsan, falan meyarların var ki, bu meyarlar əsasında yazmaq lazımdır. Yəni, meyar nədir? Müəyyən bir ölçü, meyar bu deməkdir. Düzdürmü? Yəni, şagirdin qiymətləndirməsi müəyyən meyar əsasına aparırıq. Yəni, müəyyən ölçü əsasına aparırsan. Statistika bilirsiniz nədir? Bu il abituriyentlərin statistikası, qəbul statistikası yüksəkdir məsələn. Bu şəkildə deyirik. Sonra, kontekst nə deməkdir? Biz həmişə deyirik, mətndə. Kontekstə görə, yəni mətnin məzmununa uyğunluq, həmin situasiya məzmununa uyğunluq deyiriksə, bu da kontekstə görədir. Gəldi indi redaktə və korrektə. Yadınızda qalsın ki, korrektə nədir yoldaşlar? Mətndə olan leksik və qrammatik qüsurların, yəni orfoqrafik qüsurların, ortipik qüsurların, leksik və qrammatik qüsurların düzəldilməsi korrektədir. Bəs redaktə nədir? Redaktə odur ki, tutaq ki, biz bir kitab hazırlamışıq, bir test hazırlamışıq. Onun təhvil veririk nəşriyyata. Nəşriyyatda o bütün korreksiya proseslərindən keçəndən sonra, yəni səhvlər düzələndən sonra redaktiyaya gedir. Redaksiya nə deməkdir? Redaksiya odur ki, artıq o son dəfə onun quruluşuna, dizaynına, səhvələrin ölçüsünə, müəyyən meyarlarına baxılır. Yəni redaksiyada qüsur düzəldilmir. Redaksiyada düzəldilən məsələdir. Dizayn, forma, müəyyən bir quruluş, səhvələrin ölçüsü, bütün bunlar adlanacaq redaktə. Amma əgər sən orfoqrafik, ortipik, leksik, qrammatik qüsurları düzəldirsənsə, bu adlandı korrektə. Bildik. Əslində siz korrektəni bilirsiniz, harada bilirsiniz? Ta ki, məktəbdə esse yazırsınız. Essenin təsih edilməsi var, yəni səhvlərə baxılması. Orada səhvlər korrektə olunur. Yəni düzəldilir də bilinir. Korrektəni siz ingilis dilində də bilməliydiniz əslində. Orada da bilməlisiniz. İngilis dilini bilməliyinizsə düzdürmü? Bilmirsiniz. Gəldik, amonimlər cərgəsini göstərin yoldaşlar. Bu testi belə səhv yazmışıq. İndi diqqətli oluruq. Yadımızda qalsın ki, deyəndə ki, mənim düşüncə tərzim budur. İsim kimi deyiriksə, vurğu hara düşür? Sona. Amma pillələri düşüncə, ürəyim sıxıldı. Bu zaman feili bağlama kimi deyəndə isə vurğu hara düşür? Üyə düşəcək. Yəni bu nədir? Homoqrafdır. Tanıq nədir yoldaşlar? Köhnəlmiş sözlərin içindədir. Bunu çıxırsan ümumiyyətlə. Mən neçə dəfə dedim sizə ki, bəzi mənbələrdə bu şəkildə göstərilsə də, biz kağızı necə götürəcəyik? Çox mənalı. Dəfələrlə sizə vurğuladım ki, kağız sözü amonim deyil. Kağız amonim deyil. Kağız sözü nədir? Çox mənalıdır. Burada da buna görə çıxdınız yoldaşlar. Yazmışdıq biz, nə yazmışdıq? Ətək, qalıq, bəli, alqış, barı. Dedik ki, bu sözlər nə deyil? Bəli, götürmədik. Biz bunları amonim götürmədik. İndi gəldik yoldaşlar. Variantımız deməli qalır A variantı. İndi ağıl nədir? Biri var düşüncə, ağıl. Bilirsiniz də ağıl, əql, ağıl. Biri də var ki, bu heyvanların saxlandığı yer var ya, ağıl. Ağıldır o. Bəli. Deyirsən ki,
malları, qoyunları ağla aparın. Ağılda atlar, ağılda otlayırdılar, yeyirdilər məsələn. O nə adlanır? Ağıl. Bildiniz bunu? Qazan biri var ki, anam yeni qazan aldı. İsim kimi. Bu da isim idi bu. Biri də var ki, qazanmaq fiil kimi. Onda xəstəlikdə əsər yoxdur, isim kimi. Yeni əsər oxudum, isim. Buludun amonimi siz deyin görüm. Ay sağ ol. Göydəki bulud isim, boşqab bulud yenə isim. Var. Var dövlət, sərvət anlamında isim. Bir var yoxun əksi. Predikativ xəbər var idi. Ha, mənim 2 kitabım var. Həmin var. Bu da predikativ xəbər kimi. Deməli, başa düşdünüz ki, nəticədə nə götürdünüz yoldaşlar? A variant. Aydın oldu bu test sizə. Gəldi indi 8-ə baxırıq. Bu testi 2 dəfə təkrarlamışam. Zərif sözünün leksik təhlili ilə bağlı nə istəyir bizdən? Səhvin. Uşaqlar, zərif sözünün amonimi var bəyəm? Zərifin amonimi var. Xeyr, ad kimi zərif götürürüksə, məsələn, ədəbiyyatdakı ad kimi götürürüksə, o siz bilirsiniz axı, ümumi və xüsusi söhbətlər, yəni sifət xüsusi ismə keçsə belə bu amonim sayılmayacaq. Deməli, amonimi yoxdur, düzdür. Çox mənalı sözdür. Biri var deyirsən zərif insan, biri var deyirsən zərif əqidə, düşüncə. Düşdük, zərif əqidə, zərif düşüncə deyəcəyik. Deməli, çox mənalı sözdür, düzdür, onu saxlayırıq. Leksik mənası incə, nazik deməkdir. Bu da doğrudur. Antonim olan sözü doğrudur. Antonim nədir zərifin? Kobud. Düzdürmü? Uşaqlar, onsuz da burada ya variant B olar, ya C olardı, düzdürmü? Ya bu söz çox mənalı, ya da tək mənalıdır da. Axı siz dediniz ki, zərif çox mənalı sözdür. Çünki zərif insan var, zərif paltar var, zərif geyim var, bir də var zərif əqidə, zərif düşüncə. Deməli, variantımız olacaq, səhv istədiyi üçün bizdən əl-əkbər. Variantımız olacaq C variant. İndi gəldik 9-a baxırıq. Antonimlərdən istifadə edilməyən cümləni müəyyənləşdirməliyik. İndi baxırıq. A variantında antonim nədir? Getmək və gəlmək. Düzdürmü? B variantında yox və var. C variantını saxladım. D variantında bu testə çox dəqiq fikir veririk ha yoldaşlar. Deməli, baxırsınız D variantında çoxdan sonra isim gəlirsə çox saydı, düzdürmü? Azdan sonra isim gəlsə bu da saydı. Siz bilirsiniz axı, antonimlər eyni eksəsinə aid olmalıdır, düzdürmü? Deməli, bunu da götürdünüz. Burada da gördüyünüz kimi gecə, gündüz, qısalır, uzanır. Götürdünüz bunu da. Amma indi siz C variantına bir dənə baxın. Yaxşıdan sonra nə gəlir? İsim. Deməli, bu nədir? Sifət. Pisdən sonra nə gəlir? Deməli, bu nədir? Sifət. Sizcə indi, düzdür, siz bilirsiniz ki, yaxşı və pis kənarda bir-birinin antonimidir. Düzdürmü yoldaşlar? Amma cümlə daxilində müştərək sözlərimiz var. Biri sifətdir, digəri isə zərfdir. Sizcə, sifətlə zərf bir-biri ilə antonim olar? Xeyr. Deməli, variant nə götürdük? C variantı. İndi baxırıq. Ona baxırıq. Səndən soruşur ki, hansı amonimlər müxtəlif niksəsinə aiddir? Hərəsindən birini çıxırıq. Topu deyin görüm amonimliyin. Hərbi susat nə olur? İsim. Bir də oynadığımız top isim. Deməli, hər ikisi eyni niksəsidir. A variantını çıxırıq. Nəticəni deyin görüm. Bəli, bəli. Biri var babanın nəticəsi isim, biri işin nəticəsi isim. Bunu da çıxdıq. Sonra bundak deyin görüm. Bəli, uşağın bələyi anlamında bunda o isimdir. Bir də var deyirsən ki, silahın taxtadan olan hissəsi qunda qazanır. Bu da isimdir. Bunu da buna görə çıxdıq. Amma day bu baş, diş, gözü neçə dəfə demişik ki, çox mənalıdır. Bunu da çıxdıq. İndi gəldi variantımız C yoldaşlar. Qalxın amonimliyin deyin görüm. Başa qalxmaq feil. Bir də var. Ay sağ olun. Meyvənin qurusu nə adlandı? Qalx. Bu da olacaq isim. Müxtəlif niksəsi oldu.
İndi udun amonimliyini görün. Bəli. Musiqi aləti isimli udmaq da feildir. Bu səbəbdən variantımız olacaq. Müxtəlif inqisası olduğu üçün C variant. Bildiniz bunda? 11'ə baxırıq yoldaşlar. Dəymək sözü hansı cümlədə hansı mənanı soruşmuşam? Həqiqi mənada işləmişdir. Bütün mənalarına baxırsınız. Deyir sözüm var, söz danış. Qəlbə dəymək nə lazım? Qəlbə dəymək burada hansı anlamdadır? Qəlbə dəymək, incitmək. Buna malik nə hesab olunur? Məcazi. Düzdürmü yoldaşlar? Demək bu məcazidir. Beni saxladım. C'yə baxırıq. Belə bir gözəllik uğrunda vuruşmağa dəyirdi. Vuruşmağa dəymək. Bu da məcazidir gördüyünüz kimi. Qoy deməsinlər ki, qardaşımın onlara köməyi dəymir. Kömək necə dəysin? Bu da məcazidir. Güllə də igiddən, bəziləri yeyə götürmürsünüz, amma mən sizə izah eləmindir bunu. Güllə də igiddən qorxar. O həmişə qorxağa dəyər. Güllə necə qorxur? Metafordur. Güllə yəni özü gedib dəyə bilmir axı. Gərək güllə atılsın ki, kimsə tərəfindən dəysin, düzdürmü? Bu məcazi anlamdadır ki, güllə qorxağa dəyər. Yəni güllə igiddən qorxar, o həmişə, yəni o deyəndə gülləni nəzərdən tutur. Bu da məcazi anlamdadır. İndi B variantına baxın. Kontekstə görə dəyərləndiririk biz bunu. Sən get evə dəy, mən də gedim görüm arvad süfrəni açıqmı? Sən evə dəy nə deməkdir? Evə get anlamında. Yəni evi ziyarət et, baş çək anlamında, düzdürmü? Yəni evə dəy deyəndə demir get evə dəy qayıt. Yəni evə toxun anlamında demir. Evə dəy nə deməkdir qulaq asırıq? Evə get, evə baş çəkmə anlamında olduğu üçün variant olaraq burada götürdünüz B variant. 12'ye baxırıq. Fikirlərdən biri səhvdir deyirsə, diqqətli olursunuz. Fərasət, bacarıq sözü ilə yaxın mənalıdır. Fərasət, bacarıq olarmı? Düzdür. Eksponat demişdik topluda. Sərgidə nümayiş etdirilən əşyadır. Düzdür. İnci müxtəlif inqisasına aid olan amonimdir. İncinin amonimini deyin görün, buyur. Bəli, inci biri var, daşqaş, biri de var incimə. Müxtəlif inqisasıdır, isim, feil. Y variantına baxırsınız yoldaşlar. Y variantını oxuyuruq. Baxdıq ki, dolu həm amonimli, həm də çox mənalığı olan sözdür. Siz bilirsiniz də yoldaşlar. Üz, tut, bel, yol, dolu, az, aş və s. Dolunun amonimini deyin görün. Bəli. Dolu vedrə, bir də yağıntının növü dolu, o da amonim. Bəs çox mənalı kimi dolu vedrə, dolu insan kök anlamında. Deməli, bu da doğrudur. Bizə nə istəyirdi? Səhv. Uşaqlar, təəssüratı demişdik. Təəssürat nədir? Müəyyən əşya və hadisənin insan şuurunda buraxdığı izə deyilir, düzdürmü? Sizcə bəs hadisələrin baş vermə ardıcıllığı mənasını ifadə edən nədir? Xronologiya tarixdə. Hadisələrin baş vermə ardıcıllığı mənası ifadə nə edir? Xronologiya. Deməli, variantımız olacaq D variant. Gəldi 13-cü testə baxırıq. Sözlərdən biri yalnız termin kimi işlənir. Siz əzbərdən bilirsiniz ki, sifət, say, feil, bənd, qoşma, xəbər, güc, qüvvə, enerji, şiddət və s. Bunlar həm ümumişləkdir, həm də termini. İsim, güc, xəbər, qüvvə həm ümumişlək, həm termindir. Amma sinusu yalnız harda görürsünüz? Riyaziyyatda. 14'ə baxırıq. Avam sözünün həm sinonimini istəmişəm sizdən, həm də antonimini istəmişəm yoldaşlar. Avamın sinonimi nə olar? Savadsız, nadan, cahil. Aha, bu olacaq. Avam sözünün antonimi nə olacaq? Cahil ola bilməz, ağılsız ola bilməz, savadlı olacaq. Bu səbəbdən variantımız olur C variantı. Biraz analiz edirik, yazmaq lazım idi. Gəldi 15'də. Həm termin, həm də ümumüşlək sözü müəyyənləşdirin. Bu da nə olacaq? Bənd. Bəndi siz dediniz həm ədəbiyyatdakı bənd anlamında, düzdürmü? Həm də ki çayın qarşısına atılan bənd. Ədəbiyyatda da olduğu termin. Düz 15-ci sual belə getdi. 16'ya baxırıq.
Uşaqlar, sizdən soruşur ki, hansı cümlədə bütün sözlər milli mənşədir? Hər ehtimal imtahanda bir dənə belə sual istifadə edirik leksik təhlil üçün. Bütün sözlər milli mənşədir. Alınmalı çıxırıq. Məktub, məktəb, fleksiya uğrayan söz idi. Mən hissəsindən başlandığı üçün biz bunun alımı olduğunu bildiniz. İstirahət ətlən bitdi, ahəng qanı pozuldu, alınmadı. Məktəb tədrisə aid olan sözdür, alınmadı. Burada da iştah, ahəng qanı pozulub, alınmadı. Bu şəkildə çıxa-çıxa variantın Y olduğunu götürdük. Bildik. Gəldik 17-yə baxırıq. Bizdən nə soruşur 17-də? Birinin leksik mənası düzgün verilməyib. Şedevr ədəbiyyatın, incə sənətin ən nümunəvi əsəri, şah əsəridir. Doğrudur. Şəhid yüksək amal, məslək, əqidə yolunda həlak olan adamdır. Düzdür. Sonra baxırıq. Süqut, düşmə, aşağı enmə, dağılmadır. Tərəqqi nədir? İnkişaf, irəliləyişdir. Tarixdən bilirsiniz. Veto nədir yoldaşlar? Tərəfdar çıxmaq leyhinə qərar vermək deyil. Əslində veto əleyhinə çıxmaqdır, əksinə çıxmaq. Rədd edirəm deməkdir. Düzdürmü? Deməli, variant kimi götürdük. Y variantı buradadır. İndi baxırıq 18. 18-ə baxırıq. Biraz bu kontekstə görə dəyərləndirməliyiz. Biri fərqli məna bildirir. Burada başa düşmürsünüz. Rişxənd, kinayə, istehza. Bunu başa düşdünüz. Gəldiniz təniyə. Deməli yoldaşlar, tənə sırf sinonimi, danlaq, məzəmmətdir. Amma tənə də istehzanın, kinayənin daha sərt formasıdır. Lağdır yəni. Daha sərt. Füzulinin qəzəlində deyir, mənə tənə edən qafil səni görcə utanmasın. Tənə nə deməkdir buradadır? Yəni, nisbətən istehzanın gülüşün daha sərt formasıdır. Yəni, bu da istehza anlamındadır. Amma təkəbbür nədir? Variantımız təkəbbür. Təfəkkür isimdir. Təkəbbürdür, isimdir. Yəni, lovğa insanlarda formalaşan xarakter, xüsusiyyət nədir? Təkəbbür. Rişxənd, lağ, istehza. Bəli. Yəni, rişxənd, istehza, bunlar nisbətən yumşaq şəkildə lağ verirsən də. Kinayə biraz istehzalı formadır da. Yəni, məsələn, oxumayan abituriyentə deyirsən ki, sən lap professorsan ki, sən lap ustadsan ki, bu nə sayılır kinayə? Tənə də bunların nisbətən daha sərt formasıdır. Oldu təkəbbür. Uşaqlar, 19-cu suala baxın. Əşya bildirən antonimləri göstərin. Əşya bildirən antonim nə deməkdir? İsim, düzdürmü? Oturmaq, əyləşmək fiildir. Gözəl, qəşəng ümumiyyətlə həm sinonimdir, həm də nədir? Sifət. Oturmaq, əyləşmək də nə idi? Sinonimidir. Yaxın, uzaq antonimdir. Amma nədir bu? Zəl. Getmək, gəlmək də bu nədir? Fiil. Amma demişdik, eniş, yoxuş bir-biri ilə antonimdir, həmçinin isimdir, düzdürmü? Eniş düzəltmə sözdür, amma yoxuş nə idi? Sadə sözdür. Deməli, buradan yadımızda saxlayırıq ki, antonimlərdən biri düzəltmə, digəri isə sadə ola bilər. Bildik bunda. İndi gəldik, 20-yə baxırıq. Bir-biri ilə sinonimlik yaradan frazoloji birləşmələri seçin. Baxırıq. Könlündən keçmək, ürəyi istəmək, bir də ürəyinə yatmaq. Deyirsən ki, bu çanta mənim könlümdən keçir. Ürəyim istəyir, ürəyimə yatır deyirsən. Ürəyə axmaq başqa şeydir. Canına yayılmaq başqa şeydir. Sinəsinə döyməkdir, qürurlanmaq, lovğalanmaqdır. Demək, götürəcəksiniz 1, 2, 5. Gəldi 21-ə baxın. 21-də dərdli, qəmli, qüssəli sinonimlərdən ibarət cərgəni tamamlayırıq. Topolda təxminən bunun bənzəri bir test var idi. Ümumiyyətlə, dərdli, qəmli, qüssəli nitq hissəsi kimi nədir? Sifət. Nitq hissəsi kimi sifətdir. Bədbinlik isimdir. Kədər isimdir. Sonra, bu birlər hamısı sifətdir. İndi gəldik, baxdıq. Məzlum nədir? Yazıq. Zülümkar kimdir? Zülümkar, zülm edən, əzazil, zalım. Düzdürmü? Bu da deyil. Dərdli, qəmli, qüssəli, məhsun deyir. Məhsun baxışlarla könlünü aldı. Məhsun nə deməkdir? Kədərli, qəmli. Götürəcəksiniz, burada da variant C variant.
Kədər isimdir. Bəli, kədər isimdir. 22-ci sual təkrar sualdır, amma yenə də deyirəm təxminən. Zərif sözünün leksi təhlili ilə bağlı səhvi. Dedik ki, zərif tək mənalı deyil, çünki zərif əqidədə var. Yəni çox mənalıdır. Gəldik yoldaşlar. Sizcə deyirsiniz ki, əgər nəticələriniz aşağı olsa, sizin dərinizə saman təpəcəyim. Bəli, dərinizə saman təpmək. Dərisinə saman təpmək nə deməkdir? İncitmək. Deməli, nə götürəcəyik burada? D variant. Bəzəniz yazmışsınız ki, xərcə salmaq. Yəni, nə dəxli dərisinə saman təpmək, xərcə salmaq nə deməkdir yoldaşlar? Olmaz. Gəldik, indi 24-ə baxırıq. İsim və isim, sifət və feil kimi işlənə bilən amonim sözü göstərir. Həm isim olsun, həm sifət olsun, həm feil. Baxırsınız, anam yeni qazan aldı isim, qazanmaq feil, əqrəb, həşərat isim, saatın əqrəbi isim, dolu vedrə sifət, yanğıtının növü isim, qarı kürümək feil, balığın içindəki kürü isim. Gəldik şiş. Biri var deyirsən ki, onun əlində şiş var idi, isim. Şiş qayalar, ölkəmiz şiş qayalar məskənidir, sifət. Biri var, şişmək, feil. Nəticədə variant götürdünüz, A variant. Bu testə düşmüşdü, imtahanların birində düşmüşdü bu sual. Yəni, məhz bu sual yox, amma belə bir şey, şiş sözü düşmüşdü. Deməli, 25-ə baxırıq. Hansı söz həm çox mənalılıq, həm də amonim xüsusiyyətinə malikdir? Əzbərimiz lazımdırmı bizə? Bu testdə əzbərləyirsən ki, əgər biz desək ki, tərəvəz kökdən, kök insan oldu nə? Bir-biri ilə amonim, amma bitkinin kökü, insanın kökü nə oldu? Çox mənalı. Götürdünüz A variantı yoldaşlar. Gəldi 26-ya baxın, amonimlərin işləndiyi cümləni, çox uşaq bunu səhv yazıb. Diqqətli oluruq. Balaca qız əlindəki çiçəkləri müəlliminə verdi. Burada qızdır. Amma qızğın günəşdəki kökü gedib götürə bilməzsən. Bu qızmaqdan qızğın yaranıb. Yəni burada amonim yoxdur. Gəlin kinoya gedək. Burada gəlin kinoya gedək. Bir də var deyir ki, Arabil bizə də gəlin. Neynədin sən onu? Aha, həmçinin də, bəli, vurulsuna görə dəyişdiniz. Deməli, bu da deyil. Sonra C-ni saxlayıram. D-yə baxırıq. Klassik musiqidən zövq alıram. Bir də divara klassiklərin şəkili. Bu da başa düşürsünüz ki, vurulsuna görə fərqlənən sözdür. Şərti işarələri öyrənin də. Şərti işarə. Bu şərtli leksik şəkilçidir. Bir də var deyirsən ki, birinci şərtimiz dürüstlükdür. Burada şərtdir kök. Imız qrammatikdir. Yəni bu da homoformdur, amonim deyil. İndi gəlin C variantına baxaq. Diqqətli olun C variantına. Topluda bu yaz və qan sözləri düşmüşdü, amma başqa formada. Deyir yazın gəlişi. Burada yaz hansı yazı? Fəsil düzdür yoldaşlar. Tapşırığı sabaha kimi yazın. Burada hansı yazdı? Fil. Bu test sizə niyə çətin gəlib ki? Eyni yazı da başqa cümlə ilə vermişik. Normalda topluda sırf yaz və qan sözünü işləmişdik. Burada da həmin o yaz sözüdür. Bir fəsil anlamında, bir də var ki, yazmaq fil kimi. Bildiniz? İndi gəldiniz, neçənciyə gəlməliyəm? 27-yə. Biri eyni hissəsinə aid olan amonim sözdür. Dolu vedrə sifət. Yağıntının növü isim. Yeməyin yağı isim. Yağmaq fil. Sağ insan sifət. Sağımda eləşmişdi zəl. İnək sağmaq fil. Yol biri var küçə isim. Biri var yolmaq fil. Biri var indi keçinməyi deyin görüm yoldaşlar. Onlar bu vaxta qədər bu şəkildə keçinirlər. Yaşayırlar, dolanırlar fil. Bir də var deyirsən ki, qoca yataqda keçindi, öldü yəni, vəfat etdi. Bu da fil. Variant olaraq götürəcəyik, Y variant. 28-ə baxırıq. Çox qəşəng bir testdir. Diqqətli oluruq. Şərti oxuyursunuz əvvəlcə. Hansı sözün leksik mənası verilməmişdir? Yəni, bizə verilən 5 hökmdən 4-ü aşağıda var, amma biri yoxdur. İndi diqqətli oluruq.
Sizcə laboratoriyada çalışan elmi və ya texniki işçi kim adlanır? Laborant. Uşaqlar, bu laborantdır, laborant. İndi baxın, şeirin ayrılıqda verilən bir sətri misradır, düzdürmü? Sonra körpə südəmər keçi oğlaqdır. Bir dənə baxın, variantları bir dənə görün. Oğlaqdır, düzdürmü? Oğlaq. Sonra dənizdə gəmilərin dura bilməsi üçün münasib olan kiçik körfəz buxtadır. Yerin altından sızıb çıxan sərin soyuq su mənbəyi çeşmədir. Bura nə yazmışam? Göz yaddaşıyla sizi ağlatmışam yoldaşlar. Çünki baxın, laboratoriyada çalışan elmi və ya texniki işçiyə siz laborant deyirsiniz. Amma labirint nə idi? Dolaşıq keçilməsi, çıxılması çətin olan bir tikilidir. Dolambac yolları olan. Labirint tikilidir yoldaşlar. Aha, gəldiniz 29-a baxırıq. 29-a baxırsınız. Frazeoloji birləşmə, odun doğraya bilirsən, yazı yaza bilirsən, işə gedirsən, yolda təmizləyə bilirsən. Amma könülü necə verirsən yoldaşlar? Könül vermək frazeoloji birləşmədir. Gəldik 30-a baxırıq. Biri amonim kimi götürülə bilər. Düşünmək, qaçmaq, heç fikirləşmirik. Əkini fikirləşmirik çünki vurğusuna görə fərqləndirdik. Sancaqdakı omoforumdur. Yaxıya vurulan sancaq bu şəkildədir. Biz sancaqdakı əmr şəklində kök qrammatikdir, ardu şəklində kök qrammatikdir. Amma demişdik, biri var qız qalası, isim. Ocağı qala oldu fiil, oldu C variantı. İndi bir dənə baxın görün, nəyi anlamadınız, nəyi başa düşmədiniz? Başa düşdünüz? Anlamadığınız test varsa yeni izah edeyim. Tamam. Onda yenə də siz sağ, mən salamat.